Dostlar, hər birinizə salam. Bugün sizin qarşınıza fərqli bir avtomobillə gəlmişik. Avtomobil BMW 4-cü seriya Sportline. Dostlar, bizim avtomobil BMW 428-dir. Bu avtomobil bir neçə komplektasiyada gəlir. Standart, Sportline, bir də ki Luxury Line var, onun ən full versiyasıdır. Bir də ki, bir dənə də fərqli bir model var, o da sportdur, onun adı M-Tech-dir. Orada artıq M-buferlər, belə deyək, disklərdir, M-ruldur, bir neçə M elementləri var. Ona görə yəni o dizaynı ilə fərqlənir. Və bizim avtomobildən danışsaq, bizim avtomobilin ön hissəsindən desək, ön hissəsində düzdür, zavod belə gəlmir. Bizdə Sportline-dır. Sportline-da sadə, standart bufer gəlir, lakin avtomobilin yiyəsi bunu belə deyək, yığdırıb M-ə. Ona görə M buferdir, M reşotkalardır, biraz fərqlidir, M güzgülərdir, yarasa güzgülər kimi tanıyırıq və diskləri də qara qoyulur. Avtomobilin gözlərindən danışsaq, yəni faralarından danışsaq, bu avtomobildə adaptiv LED faralar gəlir. Yəni sükanı sağa və yaxud da ki sola döndərsəniz, faraların istiqaməti də o tərəfə istiqamətlənir, yəni işığı o tərəfə istiqamətlənir ki, yolunuzu daha da aydın göstərsin. Disklərindən danışsaq, burada 19-luq disk təkərlərdir. 19-dur, qara rəngdə belə standart BMW dizaynındadır. Disklər RCO diskləridir. RCO diskləridir və belə deyək, apornuları da M apornularıdır. Yəni bu sadə 4-cü seriyada gələn apornular deyil. Məhz BMW M seriyasında olan apornulardır. Elə ayrıca bunun qiyməti 2000 manatdır. Daha sonra avtomobilin güzgüləri haqqında dedik. Yarasa güzgülərdir. Avtomobilimizdə lük var. Bu hissədən görsənsə də içəridə yenə göstərəcəm. Head-up displeyimiz var. 360 dərəcə kamera var. Onu mən sizə burada göstərə bilərəm. Bax, burada 360 dərəcə kameradır. Özüm əslində elə birinci görəndə elə bilmişdim ki, parktronikdir, sadəcə rəngi qaçıb, amma yox. Bir də bax, bu hissədə də onun 360 dərəcəli kamerası var, güzgünün altında. Bir də avtomobildə ön qapılarda açarsız daxil olma var, keyless go, yəni bu hissədədir, belə sensordandır. Daha sonra avtomobilin arxasına keçsək, avtomobil sedana oxşasa da sedan deyil, liftback avtomobildir. Yəni bagajını açdıqda fikir versəz, bütöv açılır və bagajımızın həcmi kifayət qədər böyükdür. 480 litr həcmindədir. Oturacaqları qatlasaz isə 1300 litr həcmində olacaq, yəni kifayət qədər böyük bagajı var. Bir də burada təbii ki, bagajı knopka ilə də bağlaya bilirik. Lakin yiyəsi bunu söndürüb deyə indi əllə bağlayacağıq. Səs boğucularından danışsaq, burada əslində standart səs boğucu sistemidir. Lakin avtomobil yiyəsi avtomobili M paketə yığdığına görə 4 dənə M başlıq qoyub ki, daha da qəşəng görsənsin avtomobildə. Avtomobilin ürəyi, yəni motoru haqqında danışsaq, motor burada standart BMW-nin 2 litr həcmində olan N20 mühərrikdir. Lakin avtomobil yiyəsi tərəfindən bir neçə burada dəyişikliklər olmuşdu. Dəyişikliklər burada nədir? Avtomobil birincisi Stage 2 olunub. Daha sonra burada downgrade var. Daha sonra standart filtr yeri normalda burada olur, lakin bizim avtomobilin filtri gördüyünüz kimi burada görsənmir. Deməli, filtri çəkiblər başqa yerə. Bunun filtri bu tərəfdədir, lap içəridədir, buradan görə bilərsiniz. Avtomobil Stage 2 olduğuna görə, yəni bu filtrin qabaqda olması daha önəmlidir. Həm də biraz fərqli filtrdir, belə deyək. Normalda bu avtomobillər 245 at gücündə olur. Lakin bizim avtomobil Stage 2 olduğuna görə avtomobilin
at gücü biraz daha çoxdur. Yəni biraz dediyim əslində xeyli çoxdur. 310 və yaxud da ki 320 tam dəqiq rəqəmləri yoxdur. İndi Dynasty-də hələ yiyəsi tam qaldırıb ölçməyib deyə. Təxminən 320 civarında dəyişir at gücü. Həmçinin avtomobilin sürətlər qutusu da Stage 2 olunubdur. Dostlar, normalda bu avtomobil BMW 4-cü seriya 2 qapılı olur. Lakin tələbat çox olduğuna görə, həm də istifadəçiləri belə deyək, 4 qapılı avtomobil istədiklərinə görə BMW şirkəti bu avtomobili 4 qapılı versiyada da istehsal etməyi düşünüb və ona görə bizim avtomobil sadə 4-cü seriya deyil. Bu Grand Coupe'dir. Grand Coupe yəni 4 qapılı sedan. Bagajı bayaq qeyd etdiyim kimi biraz fərqli açılır şüşəsi ilə bir yerdə. Məncə kimsə onu bəyənmir, amma mən əksinə bəyənirəm, daha qəşəng görsənir. Avtomobil biraz da daha sport görsənir deyərdim sizə. Həm faraları biraz daha qəşəng görsənir. Nəinki F30-da, avtomobil F30-a oxşasa da qabaqdan, arxadan heç oxşamır ki, faraları biraz fərqlidir. Həmçinin bu bagajın belə açılması açığı mənim daha standart F30-dan qat-qat daha çox xoşuma gəlir. Yəni zövqlər müxtəlifdir. Mən bəyənirəm. Mənim xoşuma gəlir ki, bagaj daha böyükdür. Bu arada birdən soruşsaz ki, avtomobil satışdadır yoxsa yox, kommentlərdə arada bir yazırsınız. Təəssüflər olsun ki, yox, avtomobil satışda deyil. Yəsi hələ ki satmaq fikri yoxdur. Satmaq fikri olsa öz Instagram səhifəmdə məlumat paylaşacağam bununla bağlı. Amma hələ ki avtomobili satmaq kimi niyyəti yoxdur. Dostlar, bir də BMW-nin 4-cü seriyanın belə deyək, ən xoşladığım məqamı odur ki, qapıları çərçivəsizdir. Ümumiyyətlə qapılarda görürsünüz, çərçivə yoxdur. Həm arxa qapılarda belədir, həm də ön qapılar elədir. Yəni tam çərçivəsiz, elə bir növ kabriolet fason dizaynı var. Çox qəşəngdir düşünürəm və rahatdır. Biraz fərqli, bahalı bir görünüş verir avtomobilə. Deməli dostlar, avtomobildə salonda hansı məqamlardan danışa bilərik? Avtomobilin sükanı haqqında desəm, M sükandır. Normalda bunlarda belə M sükan gəlmir. Sükanda lipistoklar var. Lipistoklar işləyir bu arada. Yəni bu sport model olduğuna görə burada lipistoklar işləyir. Mexanika sürətlər qutusunda lipistok olmur, amma avtomatlarda hamısında lipistok görəcəksiniz. Daha sonra lükdur. Səs sistemi haqqında desək, burada Harman Kardon səs sistemidir. Bu monitor hər 4-cü seriyada gəlmir. Burada olan monitor NBT monitordur, biraz fərqli monitordur. Hansı ki 360 dərəcəli kameranı falan göstərir. Daha sonra bir neçə dənə rejim var. Sport rejimdir, eko rejimdir, standart rejimdir. Daha sonra burada joysticklə menunu idarə edə bilirik. Qırılan oturacaqlardır buradan. Və belə deyim, BMW-lərin çoxunda var belə və lap köhnə BMW-lərdən gəlmiş bir dizayndır. Avtomobilin ön tərəfi sürücüyə tərəf yönəlib biraz ki, avtomobil əsl sürücü avtomobilidir. Ki, bunun belə deyək, həcmindən buradan görsənir ki, bu avtomobil sürücü avtomobildir. Arxada yer o qədər də çox deyil. Avtomobildə oturanda elə bilirsən ki, hansısa bir sportkarda oturmusan. Yəni bu biraz Ferrari, Lamborghini kimi bir his verir sənə ki, çox aşağıdadır. Həm də bizim avtomobil biraz sport prujundandır deyə biraz da daha aşağıdır. Açığı demək olar ki, yolu görmürəm, yəni qabağını görmürəm, çünki çox aşağıdır. Həmçinin yəsi biraz oturacaqları aşağı salıb, hər yeri kojadır, bir dənə ön tərəfi mebeldir. Daha sonra damı qara rəngdədir və biraz belə premium hissi yaradır. Burada sadə qara tavan deyil, elə ki, biraz fərqli bir materialdır deyim sizə. Həmçində bax, bu da rənglənməyib, üstündə parçası var. Bir də qaralan güzgümüz var, hansı ki, günəş düşdüyündə qaralır. Keçək, düşünürəm, arxa tərəfində sizə göstərim. Sonra avtomobili sürərik. Sürəndə də sizə bir-iki dənə funksiya haqqında məlumat verəcəm. Keçək, baxaq, avtomobilin arxa tərəfi nə dərəcədə rahatdır. Yəni, birdən almaq düşünsəz və sizə maraqlı olarsa, gəlin o məlumatda verim sizə. Bəlkə buradan çəkəsən. Arxası haqqında danışmaq istəyirdik. Elə o tərəfdən istədik çəkək, amma yerləşə bilmədim deyə dedim, qoy bu tərəfdən çəkək. Deməli, gördüyünüz kimi, arxa tərəfdə o qədər də çox yer yoxdur. Mənim boyum 1.72-dir. Çox hündür boyum yoxdur, amma ki, yenə də istəyərdim sizə göstərim. Oturmaq o qədər də rahat deyil. Ayrıca bu hissəsi biraz adamı narahat eləyir. Amma tam oturandan sonra artıq hətta, belə deyək, dizimizdən ön oturacağı qədər də yer qalır. Bir də başım yüngül dəyir patoloka. Biraz daha hündür boylu adam olarsa, bəlkə də narahat etmiş olar onu. Amma bayaq dediyim kimi də BMW
egoist maşındır. Yəni qabaqda oturmaq üçündür, yəni arxada oturmaq üçün deyil. Dostlar, avtomobil haqqında onu deyə bilərəm ki, birincisi bayaq dediyim kimi oturuş biraz çox fərqlidir bu avtomobildə. Çox aşağısan, çox sport oturuşu var da, belə deyək. Çünki bu dəqiqə oturmuşam, elə bilirəm ki, yerdə oturmuşam. Yəni çox hündür deyil, çox aşağıda maşın. Bir növ sport kar kimi də, yəni. Ona görə fərqli bir hisslər yaşadır. Həm də avtomobilin getməyi də fərqlidir. Hələ bu avtomobildə stage var. O lap avtomobili daha belə aqressiv hiss elətdirir ki, qazı basan kimi həmin dəqiqə reaksiya verir. Əlavə olaraq da biz hələ sport rejimi qoşmamışıq. Bu adi rejimdə sürürük. Sport rejimi qoşsaq bu daha da dinamik olar. Və rul da ki elə hiss elətdirir ki, yəni bütün idarə etmə səndədir. Bütün idarə etmə səndədir. Misal üçün başqa maşınları sürəndə, bu olsun Mercedes və yaxud da ki Hyundai, Chevrolet, başqa maşınlar olsun. Onların rulun reaksiyası o qədər yaxşı deyil. Yaxşıdır, amma bunda fərqlidir. Bunun rul reaksiyası tam fərqlidir. Yəni o birisi maşınlardan çox fərqlənir. Bu avtomobil haqqında nə deyə bilərik başqa? Misal üçün bizim avtomobilin komplektasiyasının daxilində 2 zonalı klimat kontrol var. Oturacaqların isidilməsi var. Bu aşağı hissədə indi bunlara ayrıca bir kadr kimi sizə göstərəcəm. Burada sport rejim, eko rejim var. Bir də ki 360 kamera ilə park radarların idarə olunması düymələri var, hansı ki displeydə bizə görüntü verəcək. Misal üçün hal-hazırda bir balaca qabaqdakı maşına məsafə saxlayım ki sport rejimə keçirdim. Hətta burada sport plus var, sport var. Sonra nə var idi? Comfort və Eco Pro. Hal-hazırda adi sport. Qaz basıram. Avtomobil özünüz gördünüz də məni arxaya atdı. Yəni həqiqətən çox dinamik. Sport Plus-da fərq nədir? Avtomobil biraz daha dinamik olacaq. Əlavə olaraq da DSC off rejimini qoşacaq. Yəni ki, sürüşmə əleyhinə olan sabitləməni söndürür. İndi onu da yoxlayarıq. Prosta şəhər daxilində olduğuma görə 0-dan 100-ə olan sürətlənməni yoxlaya bilməyəcəyik. Burada avtomobil həm dinamikdir, həm də ümumiyyətlə borulardan çıxan səs belə biraz fərqlidir. Çox qəşəng təəssüratlar var. Həqiqətən avtomobil sürmək, bu avtomobil sürmək deyil də, bu əyləncədir. Həqiqətən bu avtomobili sürmürsən. Şəhər içi bunu sürmək darıxdırıcıdır. Gərək trasa çıxasan. Şəhər içi nə vaxt sənə darıxdırıcı olmayacaq? O ki, şaşki. Gəlin ekonom rejimə qaytaraq ki, benzin sərfiyyatımız da o qədər yüksək olmasın. Elə benzin sərfiyyatı demişkən, bu avtomobilin benzin sərfiyyatı ekonom rejim qoşsaq belə, yəni o qədər də ekonom olmayacaq. Çünki hardasa bir 11 var. 15. Avtomobil yəsi də buradan mənə kömək eləyir ki, hətta ekonom rejimdə belə 15 litr yanacaq yandırır avtomobil. Hətta bu avtomobilə misal üçün 92 oktanlı benzin tökmək o qədər də məsləhət deyil. Çünki birincisi burada stage var. Ona görə 95 minimum, yəni bu avtomobilə istifadə olunmalıdır. Bir də ekonom rejimdə avtomobil misal üçün svetoforlarda və ya tıxaclarda ekonom rejimdə avtostop özəlliyini aktiv edir. Misal üçün bu dəqiqə dayanmışıq, motor sönüb. O ki tormozdan buraxırıq. Avtomobil avtomatik olaraq xodlanır. Bir də dostlar, bu avtomobil belə deyim də, BMW sürürsənsə bilməlisən ki, injektor işığı yanacaq. Yəni check engine, daha doğrusu check engine. Təzədən bunu deyim. Çünki injektor işığı demək düz deyil. Check engine işarəsinə öyrəşməlisən. Bu normal bir haldır. O yanmırsa problemdir.
Deməli, avtomobili götürməzdən əvvəl Yasinlə danışmışdıq. Soruşmuşdum ki, bəs nə vaxt görüşək? Deyir, gözlə ustadayam. Ustadan çıxım, gələcəm. Bu normal bir haldır. Yəni BMW sürücüsüsünüzsə artıq, yəni öyrəşin ki, sizin telefonun kitabçasında bir çox BMW ustasının nömrəsi olacaq. Və bu işarə bayaq dediyim kimi təbii ki, zarafatdır. Olması, yəni hər hansı bir xətanın olmasını bildirir. Onu yoxlamaq lazımdır. Fərqli səbəbləri olur. Səbəblərə çox dərin getmək istəmirəm. Hər hansı bir xəta çıxanda da bizim monitorda onunla bağlı məlumat göstərir avtomobil. Ona görə misal üçün o xətaları öncədən misal üçün bilmək olur. Ustaya getməzdən öncə bilirsən ki, məsələ nədir, problem nədir avtomobildə. Amma təbii ki, daha peşəkar diaqnostika önəmlidir. Çək eləmək üçün aparatı var. Öz istəyirəm vaxtında səfəri belə tapa bilir. Hətta bizim avtomobilin yəsi deyir ki, özüm üçün balaca diaqnostika aparatı almışam. ILM, bilirsiniz də OBD bir dənə diaqnostika olur. Bilmirsinizsə, sifariş vermək olar internetdən və ya belə satırlar. Balaca belə ILM adlı diaqnostika aparatı olur. Onun vasitəsilə hətta xətaları özünüz oxuyub müvəqqəti xətaları silə bilirsiniz. Amma yəni maşında problem qalıbsa o xəta təbii ki silinsə də sonra təzədən çıxacaq. Düzdür, bu başqa bir mövzudur. O mövzulara çox dərin getməyək. Belə ümumi, yəni avtomobil haqqında təəssüratım açığı yaxşıdır, pozitivdir. Hətta biraz fərq deyim sizə ki, iki tərəfli fikrim var bu avtomobil haqqında. Biri odur ki, komfort yoxdur. Yəni nə yalan deyim, sıfır komfort. Bəlkə də belə deyim, askı sistemi özünü yaxşı göstərir, yumuşaqlığı falan var eko rejimdə və normal rejimdə. Amma avtomobil o qədər aşağıdadır ki, çox aşağıdır ki, yəni sən bütün bu daşları, balaca yamaları hamısını hiss edirsən. Ona görə yəni avtomobilin komfortu tərəfdən deyə bilərəm ki, yəni açığı komfortu bir dənə bu tərəfdən yaxşıdır ki, funksional baxımdan sənin bir çox funksiyaların var. 2 zonalı klimat kontrol, böyük monitor, istəsən o monitora CarPlay qoşdura bilirsən, əlavə olaraq fərqli rejimlər, 360 kamera, yəni bir çox özəlliklər var. Hətta oturacaqlarda memory paketin olması, güzgülərin gün düşəndə qaralması, belə bir funksiyaların olması, komfort üstünlüyü var. Lakin yolda sənə bəxş etdiyi rahatlıq o qədər də yüksək deyil, nə yalan deyim. Amma yəni BMW-nin özəlliyi də budur. BMW sənə Mercedes kimi və digər maşınlar kimi yüksək komfort yox, sənə hisslər bəxş eləyəcək, sənə dinamika verəcək. Bu sport avtomobil kimidir. Bu lipestoklar da ki, bizdə işləyəcək manual rejimdə. Bu sürətlər qutusunu biz keçirtməliyik M rejiminə, daha sonra artıq lipestoklarla biz sürəti tənzimləyə bilirik. Uca öyrəşmişəm, amma sənə deyim. Bax, misal üçün deyirəm ki, avtomobil çox aşağıdır, biraz bərk hiss olunur. Amma bax, artıq neçə müddətdir ki, bunu sürürəm, test müddətində sürürəm. Lakin artıq biraz öyrəşmişəmmi deyim, artıq daha rahat olur elə bir ki. Bayaqki diskomfort artıq demək olar ki, yoxdur. Bilmirəm, bunun necə belə bir hissdir ki, artıq elə bir ki, öyrəşmişsən də var da elə bir şey. Adam tez öyrəşir elə şeylərə. Bir də, misal üçün də, qaz basırsan, qluşitelin səsi gəlir çöldən. Amma pəncərələ bağlı olduğu zaman o səs içəri çox cüzi gəlir. Yəni, bu o deməkdir ki, avtomobildə çox keyfiyyətli səs izolyasiyası var. Şüşələr düzdür 2 qat deyil, 1 qatdır, amma yenə də səs izolyasiyası yüksək səviyyədir. Yəni, Alman keyfiyyəti hər zaman, necə deyərlər, ən üstdə olub. Yəni, Alman keyfiyyəti fərqi yoxdur. Bu BMW-dir, Mercedes-dir, Audi-dir, yəni Volkswagen-dir. Bütün bu avtomobillərdə gedəndə hiss eləyirsən ki, küləyin səsi azdır. Düzdür, modeldən də modelə fərq var. Lakin adicə biz də o qədər, misal üçün, premium bir sinif BMW sürmürük. 4-cü seriyadır, amma burada belə
Səs izolyasiyası yaxşı səviyyədədir. Misal üçün bir pəncərəmiz biraz açıqdır, bir də lükumuz biraz açıqdır. Bir balaca külək səsi gələ bilər, amma bunları tam bağlasaq o səs gəlməyəcək. Ona görə çox gözəl. Bir də əlavə olaraq head-up displeyin olması da bir rahatlıq verir ki, fikrini artıq spidometrə tez-tez yayındırmırsan da. Əgər sürətlə sürürsənsə, daha dinamik anlarda aşağı spidometrə baxma ehtiyac yoxdur. Elə düz baxdığın yerdə sürətini görürsən. Normal da göstərir sizə deyim ki, yəni mən elə bilirdim biraz pis göstərəcək. Çünki başqa maşınlarda bir də görürsən ki, biraz bulanıq falan göstərir. Normaldır. Burada çox gözəldir proyeksiya. Maraqlı məsələ odur ki, sürət manyakına çevrilirsən bir növ. Artıq hara gedəcəyini belə unudursan. Misal üçün bir məntəqəyə getmək istəyirsən, beynində var ki, hə, gedirəm misal üçün Nərimanova. Sürürsən, fikrin elə yoldadır, sürmək istəyirsən. Yəni artıq biraz belə bir fərqli hisslər yaşadır adama. Bu arada elə mən də düz getməli idim, dönmüşəm, səhv yerə dönmüşəm. Bəlkə də fikrim danışıqdaydı, ona görədir. Dostlar, burada elə videomuz yekunlaşır. İstərdim sizə son söz deyim. Avtomobili kimə tövsiyə edərdim? Avtomobil əsl cavan malıdır. Əsl cavan avtomobilidir. Və şəhərdə az olduğuna görə seçilmək çox rahatdır. 3-cü seriya, 5-ci seriya artıq gözlərimizi yorur. Düzdür, bu avtomobil ön tərəfdən 3-cü seriyaya oxşasa da, amma kənardan və yaxud arxadan baxanda biraz fərqlidir. Həm də daha böyükdür. Ona görə əgər 3-cü və 4-cü seriya arasında qalmısınızsa, rahatlıqla 4-cü seriya alın. Mən özüm də istəyərdim ki, şəhərdə bu avtomobillər daha çox olsun ki, bu avtomobilə biraz fərqli bir simpatiyam var. Bu qədər dostlar. Kanalımıza abunə olmağı, həmçinin TikTok və Instagram kanallarımız var. Onları da izləməyi unutmayın. Təşəkkürlər, sağ olun.